Əziz və dəyərli izləyicilərim, dediyim kimi bu günləri sizə aşqaranın hazırlanmasını demişdim, göstərəcəm. Bu pişmiş ətimiz, sadəcə mən buzluqdan çıxartmışam. Ona görə belə dondu. Bunu belə qəşəng bulyonunu da vurmalıyıq, ətin suyunu aşqara üçün. Gördüyünüz kimi bu aşqaramızın əti hazırdır, mənim əzizlərim. Və nağ əririk. Bunun üstündən gözəl demək al buxaramızı tökdük. Gördüyünüz kimi mənim əzizlərim çox gözəl olub, həqiqətən gözəl olub. Bəs bunu atdıq. Bunun üstünə aşqaramızın, Azərbaycanın Novruz bayramında belə gözəl aş hazırlayıram. Və bunu sizə də çəkib göstərməkdə məqsədim odur. Bəzi xanımlar var, uşaqlıqdan Rusiyada yaşayır, bəlkə heç görməyiblər. Onları, məsəl üçün, bilmədiklərini istəyirəm ki, mənim sayəmdə görsünlər, öyrənsinlər, inşallah. Demək, bu mənim Azərbaycanlılar buna qayısı deyir, biz sadəcə ərik qurusu deyirik. Bunu da belə hamısını ayrı-ayrı yağda qızartmışam əvvəlcədən. Onu da çəkmişəm sizin üçün. Baxın, görün nə gözəldir, nə gözəldir, nə gözəldir. Çox xoşuma gəlir qızarmış halı. Belə qızartmışam. Bunu da belə düzdükmü, belə qəşəng. Bunun üstündən mənim əzizlərim kişmişimizi əlavə eləyək. Bu da yenə yağda qovrulmuşdu. Gördüyünüz kimi. Bunu da belə qəşəng düzəldirik hamısını. Belə gözəl. Bunun üzərindən də şabalıdımız. Bu da qızardılmışdı əzizlərim. Əvvəlcədən pişmiş, hazır vəziyyətdə olan şabalıdımız. Və ən üstündən də soğanını qoyacağım. Qəşəng bir-birinə dadı keçsin. Biraz da duz istiyor tutacaq. İstiyor tutmuşam dünəndən əslində. Biraz yağa. Biraz da duz əlavə elədik əzizlərim. Biraz da limon duzu vurmaq olar. Biraz limon suyu əlavə eləyə bilərsiniz. Belə gözəl. Və indi nə ayıraq? İndi gətirək onun duzunu da. Duzu nədir? Qəşəng soğanını da əlavə eləyək. Üzərinə soğanları da gətirdik. Qoyduk yaxın yerə. Və mənim əzizlərim, gördüyünüz kimi soğanımız da burada. Soğanımızı bu şəkildə bəs belə soğanımızı da bu şəkildə qoyduq. Gördüyünüz kimi soğanı o qədər gözəl doğramışam, o qədər gözəl qızartmışam. Yəni soğanların hamısı bir ölçüdədir. Bu gözəllikləri sizə də göstərməkdə məqsədim. Sizin bəyənməyinizi istəyirəm. Bəyənin əzizlərim. Bilmədiyinizi yazın, yorumlarda soruşun. Mən də sizə izah eləyim, başa salayım. Həmişə süfrələrinizdə belə gözəl şah plovunun aşqarası, Azərbaycanın aşqarası. Bu bizim Azərbaycana məxsusdur. Həm də şah plov deyirlər buna. Plovunu da inşallah hazırlayanda çəkəcəm və sizlərə inşallah paylaşacağım ki, siz də baxasınız, öyrənəsiniz, görəsiniz ki, bu gözəllikdə aşqarası bizim nənələrimiz bizim keçmişdən hazırlayıblar, bizim üçün, bu günlər üçün bizə də gəlib çatıbdır. Yəni bizim bu adət-ənənəmiz illərdir, əsrlərdir, yenə də bizlə bir yerdədir. Bu bizim tariximizdir, mənim əzizlərim. Gözəl. Biz Gürcüstanda yaşadığımız üçün, mənim dəyərli izləyicilərim, biz aşqarası haqqında heç bir bilgimiz yox idi, heç görməmişdik, bilmirdik. Sonra biz Azərbaycana gəlib, Azərbaycanda yaşayandan sonra bu gözəllikləri gördük və yavaş-yavaş başladıq biz də öyrənməyə. Və mənim əzizlərim, bu gözəllikləri siz də bacarırsınızsa,
bacarmırsınızsa, baxıb öyrənmək heç vaxt gec deyil, nə də ayıb deyil. Siz də eləyin, hazırlayın. İnşallah mən bunu birazdan qəşəng biraz qarışdıran kimi eləyəcəm. Yavaşcana onu da çəkib sizə göstərəcəm.